Birinci sual interrogative sentence sual cümləsidir. Baxın, how many slices of cheese bu hissədən böldüm cümləni. Bu mənim sual sözümdür. Bilirik ki, sual cümlələrində sual sözü, daha sonra isə köməkçi gəlməlidir. Heç bir halda sual sözündən sonra mübtəda gələ bilməz. A və B variantını çıxdıq. Köməkçi mübtəda xəbər gələr və biz demişik yalnızca who, what, which of-dan sonra birbaşa xəbər gələ bilər. Yerdə qalan digər sual sözlərindən sonra köməkçi mübtəda xəbər gəlməlidir. C variantında ate xəbər gəlibdir. Qaldıq D və E arasında köməkçi mübtəda xəbər. Yadda saxlayırıq ki, do, does, did-dən sonra feil başlanğıc formada gəlməlidir. Ate keçmiş zamanda gəlibdir. Qalır cavabım D variantı. Eat başlanğıc formaya qayıdıb. İkinci testdə modal feil qaydasıdır. Baxıram əvvəla modal feilləri işləyərkən nöqtələrdən sonraya baxaq görək cümlədə to verib ya yox. To verməyibdir. A variantında have-dən sonra to gəlməli idi. B variantı have-dən sonra to gəlməli idi. C variantında ought-dan sonra to gəlməli idi. Qaldı və D və E variantı should gərəklik bildirir. Mustn't malı məli inkar. When we have got a toothache bizim diş ağrımız olanda, dişimiz ağrıyanda we mustn't getməməliyik olmaz, getməliyik olardı. D variantı biz gərək diş həkiminə gedək, getməliyik D variantı. Üçüncü testdə proposition qaydasıdır. Söz önü with ilə deməkdir. About haqqında, in içində dadə, on üstündə, at yanında dadə. What kind of shampoo? Sən hansı növ şampunla? Do you wash your hair? Saçını yuyursan hansı şampun ilə? Lalə, with olacaq A variantı. Definition, journey səyahət deməkdir. Host ev sahibi, flood daşqın sel. Journey səyahət. An act of traveling from one place to another birə olacaqdır. B variantı. Host ev sahibi, a person who invites guests to a meal, evə dəvət edən qonaqları A variantı olacaqdır. Flood daşqın sel, a large amount of water 3-ə də olacaqdır. C bəndi B, A, C variantı olurdu. Beşinci testdə baxaq görək. So nice qaydasıdır. Bilirik ki, təsdiqə təsdiq, inkara inkar veririk. I have to wash my car. Maşınımı yumalıyam. Cümlə təsdiqdədir. Təsdiqə nicer deyə bilmərəm. Gedir. Təsdiqə so to also ilə cavab veririk. So to also ilə cavab veririk. Baxırıq hamısı var. Biz qayıtmalıyıq cümlənin xəbərinə ki, köməkçimizi tapaq. Have to gəlibdir. Cümləmizin xəbəri have to-dur. Yadda saxlayırıq ki, əgər have has-dən sonra, have has özü və yaxud da özündən sonra to gəlibdirsə, bu zaman köməkçimiz do, does olacaqdır. Have has özü gəlib və ya to ilə gəlibdirsə, have, yəni have to. Has to. Köməkçisi olacaqdır nə? Do, does. Oldu mu? Deməli, 1 has çıxacaqdır. 3-ü zaten çıxmışdıq. 2, 4 qalır C variantı. Belə də deyə bilərik ki, have has özü nə zaman köməkçi olacaqdır? Have has özü nə zaman köməkçi olar? Özündən sonra got və ya participle to olarsa. Əgər have has-dən sonra got və ya participle to gələrsə, have has özü köməkçi olacaqdır. Yoxsa do, does-ı köməyə çağırır. Olur cavabım 2, 4. 6-da plural nouns cəm isimləri istəyir. B variantında rain təkdədir. D variantında sweater təkdədir. C variantında breakfast. E variantında ice cream. Qaldı cavabım A variantı. Zaman testidir. When-lə bağlanıbdır. When-dən sonra were keçmiş zamandır. Keçmiş zaman digər tərəfdə də keçmişin bir növü olmalıdır. A variantı gələcəkdir. D variantı are going indikidir. Sonra B variantı have gone indiki bitmişdir. Bu quruluş bir tərəf indiki bitmiş, digər tərəf keçmiş olması yalnız cümlədə since olarsa bağlana bilər. C variantı do indikidir. Qalır cavabım E variantı. 8-də nöqtədən sonra map xəritə gəlibdir. A variantında theirs, yours, axırında s olanlar özündən sonra isim istəmir. These, those, 5 hərfli olanlar özündən sonra cəm isim istəyir. Qaldı cavabım E variantı.
İndi gəldim 9-cu testə. Məndən passiv istəyir, məchul. Məchulun birinci qaydası mübtədalarım eyni olmaz. A və E variantı getdi. Xəbərə baxıram drinks. Axırında S var, indiki zamandır. İndiki zamanın məchul növü is are üstəgəl participle to ilə düzəlir. Is are üstəgəl participle to. B variantında is are yoxdur. C variantında is are yoxdur. Cavab olacaqdı B variantı. Make-up gəlibdi. Make-up qaydası.